Salam, hər vaxtınız xeyir. Sizi 90 Plusun növbəti buraxılışında salamlayırıq. Hər vaxtınız xeyir. Salam Rəşad. Salam Əhməd. Axşamınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Neyinirsiniz, necəsiz? Güclü futbol həftəsi qurtardı. Gözəl futbol həftəsi idi, bəli. Çempionlar Liqasında belə deyək, davamı gəldi. Uduzmaqların davamı gəldi Qarabağın. Amma biz səninlə danışdığımız kimi, yəni St. James Parkda çıxdılar, oyun oynamağa çalışdılar. İlk dəqiqələrindən də alınmasa, amma çalışdılar. Yəni azdan çoxdan bir balaca futbola oxşuyurdu. Tofiq Bəhramovdakı oyundan fərqli olaraq. Yəni biraz ideya var idi. Tamam, yenə də fərdi səhvlər var idi, amma ideya var idi ən azından. Əhmədlə danışığımızdakı videonun bir qısa fraqmenti paylaşdım, amma geç paylaşdım. Mən heç gözləmirdim ki, hesab dəqiqliyi ilə olar da. Yəni Əhməddən soruşdum ki, sadəcə ki, sənin fikrin necə olacaq? Yəni biz ikimiz də o müzakirədə belə danışdıq ki, itiriləcək bir şey yoxdur və artıq birinci dəfə biz biraz ehtiyatla çıxdıq, şoka düşdük, nə bilim, Qurbanov demişkən nokauta düşdük boks dilində desək. Amma ikinci oyuna çıxacağıq da var gücümüzlə. Açıq oyun görüb qəşəng gol da vura bilərik. Əhməd deyəndə ki 3-2 dedim, 2 dənə də gol. Düşünürsən ki, yəni mən hafif sual verdi ki, sən inanırsan ki, Qarabağ orada 2 dənə gol vuracaq, burada birini güclə vura bilər. Mən də bilirdim ki, hardasa vuracaq bir dənə gol, amma 2 dənə gözləmirdim. Yəni gözləyirdim ki, nəsə 3-1, 4-1 olsun belə. Çünki St. James Parkda Newcastle öz azərkeşləri üçün belə oynamağı xoşlayır. Çünki orada belə bir adət var ki, yəni azərkeşlər gəlibsə meydana baxmağa. Onun haqqını vermək lazım. Haqqını verməliyik. Yəni cəmaət pul verir. Yəni biz gəlib boş-boş paslaşaq, çıxaq gedir. Yox, biz şou göstərməliyik, oyun göstərməliyik ki, cəmaət çünki oynadılar. Orada belə bir şey var, düşüncə var futbol üçün. Biz canımızı qoymalıyıq da qələbə üçün. Ona görə gözləyirdim ki, gol vuracaq, yəni 2 dənə, 3 dənə gol vuracaq. Başlayan kimi də necə lazım başladılar. Sonradan biraz tempi aşağı saldılar. Hiss olunurdu ki, belə özlərini çox da istəmirlər. Ekonom rejimə keçdilər, ayso. Avtopilota atdılar, getdilər. Avtopilotla getdilər, 3 dənə vurdular, 2 dənə də buraxdılar, dedilər ki, olan şeydir də, necə deyərlər. Amma mən deyərdim ki, məsəl üçün bu 2 oyunu götürsək, yəni Qarabağ uzun distansiyada sezonda artıq bu hissədə güclü komanda çıxanda, məsəl üçün görürük ki, artıq fiziki göstəricilər öz sözünü deyir. Çünki baxma da indi o komanda Newcastle-dır da, bax Premier Liqada hansı temp var, hansı sürət var. Yəni ən sürətli liqadır da. Çempionatın öz şeyi də var da. Yəni söz və qüvvə Qarabağ, yəni keçən dəfə biz danışdığımız kimi, yəni həftədə misal üçün də hər həftə Zirə kimi, Şamaxı kimi, Kəpəz kimi, Sumqayıt kimi səviyyəli komandalarla oynadılar. Üzr istəyirəm, yəni bir şey yoxdur, sadəcə faktı konstatasiya edirəm ki, həqiqətən yəni səviyyə o deyil. Yəni bir Çempionlar Liqasında oynayan komanda, belə deyək, o səviyyədə hər həftədə oynayırsa, o səviyyəli komanda olar. İstərsəmiz Newcastle heç vaxt hazır ola bilməz, o səviyyəyə çata bilməz. Gərək belə deyək də bir, yəni şimali bir möcüzə olsun o Bodo kimi. Bodo elə onu deyəcəkdim. Güya hər gün elə Bodo oynayır, Inter kimi. Bodo 2 aydır futbol oynamır. Bodo axırıncı dəfə noyabrda futbol oynayır. Bodonun liqası elə. Bu arada da deyim dinlə. Bodonun liqası çevrilib ol belə Çempionlar Liqası da. Yəni ölkə çempionatı yoxdur orada. Gəlib elə ancaq maçlarına çıxır Çempionlar Liqası. Nə deyəcəkdim? Bodo yox, o sonuncu onun üzərində xətt var. Norveç dilində onun üstünə xətt olanda oxunur. Bodo. Biz elə deyə bilmirik, ona görə də əslində deyə bilirik, sadəcə dilimiz yatmır da. Dilimiz yatmır belə də. Amma yenə də Qarabağın bu sezonki, yəni Çempionlar Liqası macərası mənim üçün çox möhtəşəm oldu. Yəni gözlənilməz, yəni belə bir güclü, necə deyirlər, konkurentlər arasında rəqabətə dözümlü oldu da, yəni liqa fazasında. Hətta birinci oyunda, yəni Newcastle bu finalı idi artıq. Bilirdik ki, çox azarkeş bilirdik ki, 90% ehtimalla keçən deyil Newcastle. Birinci oyunda darmadağın olsa da, ikinci oyunda yenə bir təpki göstərdi. Yəni bu sadəcə belə bir şey deyil. Azərbaycanlıyam deyənə deyil bu ifadə. Mən izləyirəm. Və mediada, xarici mediada Qarabağa olan münasibəti görürəm. Xarici mediada Qarabağa olan belə bir şirin münasibət var. Yəni bunlar öz çaplarından üstün bir komandalarla vuruşurlar. Məğlub olsalar da yəni təslim olmurlar. Bax o şey var, ideya var. Bacardıq, bəzən şoka saldıq. Avropa Liqasında Bayer rəqibi olanda
hansı ki Bayer bütün Avropanı Ha. sarsıdırdı. Bunlar da Bayer'i sarsıtdılar. Sonra yəni gözlənilməyən rəqiblərindən xalda qopartdılar Chelsea kimi, Benfica kimi komandaya qalib də gəldilər. Yəni Ajax'ın ən zəif vaxtında məsələn düzdür çox maraqlı oyun gedirdi. Bir Qarabağı izləyən var idi xariclərin arasında. Qarabağ əsl futbolu yaşatdı da onlara. Bax futbol belədir. Ajax'ın ən zəif vaxtını Ajax uzada bilər. Bəlkə də indi bu Ajax'ın əzmidir. Amma ki Eintrachtın bir şansı var idi axırda, onu da əlindən Qarabağ aldı. Aydı sıra yazmışdılar ki. Məsələ odur ki, məncə belə deyək də elə-belə demirlər ki, yəni futbolda hər şey ola bilər. Sən futbol oynayırsansa, həqiqətən futbol oynayırsansa, futbol oynamağa çalışırsansa, futbol da nədən ibarətdir? Yəni söhbət futbol oynamaqdan gedir, titul qazanmaqdan getmir, oyun udmaqdan getmir. Futbol oynamaqdan. Futbol qol deməkdir. Yəni sən qol vurmalısan, qol imkanları yaratmalısan. Qarabağ da buna çalışır. Həqiqətən. Yəni oturub qapanmır müdafiədə, çalışır ki, belə deyək, bir kreativ futbol oynasın, hücuma meylli bir futbol oynasın. Və belə deyək, biz də çox da belə böyük futbol ölkəsi deyilik. Bizim ənənələrimiz Biz futbol ölkəsi deyilik. Çox da belə futbol. Yəni mən biraz belə kulturunu dedim, malalamaq istədim biraz sən. Məni pomidor ataşına tutarsınız. Mənə sən malalamadın konkret. Suvağı götürdün, belə çırpdın da bildiyin o böyük vanna ilə. İndi biz böyük futbol ölkəsi deyilik, ümumiyyətlə futbol ölkəsi deyilik. Tamam, ona görə də belə bir belə deyək, Qarabağ kimi bir klub ortaya çıxanda və o futbol oynamaq istəyəndə istər-istəməz futbol azarkeşlərinin marağına bir səbəb olacaq. Başlayacaqlar maraqlanmaq ki, Qarabağ misal üçün haranın klubudur, məşqçisi kimdir, nə oyunçular oynayır orada. Bu hamısı yəni maraq doğurur həqiqətən də və bunun digər tərəfi də var. Digər tərəfi də ondan ibarətdir ki, futbol oynamasa belə hər hansı balaca bir klub uğur qazansa, anti-futbol oynasa belə marağa səbəb olacaq. Çünki belə deyək, başa-baş mübarizə aparırsa, udursa, istər-istəməz marağa səbəb olacaq. Yəni iki yol var da burada. Qarabağ düzgün yolu seçib, belə deyək. Çünki anti-futbol bu heyətlə oynamaq mümküniyyəti yoxdur. Bizim müdafiəmiz ona heç vaxt imkan verməz. Çünki bizim müdafiəmiz bu son iki oyunda göstərildi ki, demək olar ki, yox səviyyəsindədir. Çox yumşaq görsənir də. Həqiqətən. Yəni birinci oyunda misal üçün keçə ilə birbaşa belə deyək də iki oyunun qısa icmalına. Qısa analizinə. İlk oyunda misal üçün 4 müdafiəçi ilə çıxdıq, oynadıq. 4-5-1 düzülüşü idi. İkinci oyunda artıq 6 gol buraxandan sonra biz səninlə danışırdıq yadındadırsa ki, 2 gol buraxandan sonra ilk oyunda 3-ə keçməliydilər, 2 cinahdan da. Bəhlul hətta zədələnməzdən əvvəl və yaxud da zədələndiyindən sonra artıq 3-ə keçməliydik. Amma biz keçmədik. Biraz vaxt keçdi, bildiyim qədər ikinci hissədə keçdik də 3 müdafiəçi, yəni Qarabağ keçdi 3 müdafiəçi. Mərkəz müdafiəçisinə. Daha önce iş işdən keçmişdi, 5 dənə ilk taymda vurmuşdular. Amma ikinci oyuna gördük, şimdi 5 dənə müdafiəçi ilə çıxdı, 3 mərkəzlə. Buna baxmayaraq düzdür, ilk dəqiqələrdə 2 dənə buraxdı, amma istər-istəməz, yəni ilk oyuna baxaraq yəni, daha yaxşı oldu. Daha yaxşı çıxdı təzyiqli altında. İlk oyunda 2 dənə goldan sonra artıq yəni belə Qurban müəllim demişkən boks termini ilə nokautda idi. O niyə görə oldu? Newcastle çox belə deyək, çox yüksək intensivli bir pressing göstərdi. Yəni Qarabağ pressingi indiyənə qədər görməmişdi. Yəni birdən-birə hamısı şığıdılar belə, getdilər necə lazımdır belə üstlərinə. İstər-istəməz o pressing, o sürət görməyiblər. Yəni belə deyək də yeni bir şey də. Belə futbol olmayıb axı Qarabağın qarşısında. Sözümə görə ikinci gol yadındadır. Buna Bədavi şey. Yəni mərkəzdən təzə başlamışıq. Bədaviyə top gəlib. Bədavi baxır ki, kim açıqdır. Açıq olan yoxdur demək olar ki. Yəni Bədavi yox, topu düzgün qəbul eləmir, biraz qabağa buraxır topu. Tamam, bir nəfər var, pas veriləsi adam. O da ki, burada qeyd eləmişəm özümdə. Deməli Montiel ötürür. Montiel düşür, Montiel ötürür. İndi təsəvvür edin, Montiel bizim yarım meydançada Bədaviyə yaxın, Bədavidən bir 5-7 metrə o tərəfə topu qəbul eləyir. Rəqibin mərkəz müdafiəçisi Dan Burn öz yarım meydançasından şığıyır Montielin düz üstünə. Onunla da bir yerdə sol cinahdan Barnes gedir, Voltemade onunla gedir. Tonali 4 nəfər. Bir dənə Montiel'e pas ötürüləndən sonra 4 nəfər başladılar pressingə.
kompakt oynamır deyə Qarabağ. Çox belə sözü və qüvvə qəşəng pressing eləyirdi. Yəni o pressingdən də bizimkilər çıxa bilmir. Hələ öyrəşməmişik. Özü bir var ki, o olur da biz baxırdıq futbola. Biraz pasdaşırlar, nə bilim necə deyirlər, isinmə kimi də, razvedka dillərinə, kəşfiyyat da biraz Kəşfiyyat. Bunlar elə şey olmur. Top düşdü, getdi bunların üstünə. Bax sən necə elə bil ki, nə bilim, düşmən görür. Nə biraz ovuşturmadılar da sırası vurdular. Sırası vurdular ki. Ovuşturmadı. Bir də çox yəni Qarabağ yaxın oynamırdı. Çox uzaq idilər. Yəni kompakt oyun oynamırdılar. İlk oyunda yadındadsa, biri uzaqdadır, biri sağda, bir itbat olun, Montelə düşüb bilmir kimə versən pası. Yox idi adırsan. İlk oyunda yadındadsa Bəhlula top düşmüşdü. Bəhlula top düşmüşdü. Daha doğrusu Bəhlul gəlmişdi Medinadan topu almağa. İkinci qoldu deyəsən. İkinci qoluydu da. Qalmışdı arxada. Offside xəttini belə pozurdu. Yəni sözümü ona gətirirəm ki, mərkəz müdafiəçisi belə sən dediyin kimi geniş oynayır. Yəni düşür sağa, arxaya və tez tərpənmirlər. Yəni futbol hal-hazırda indiki dövrdə bələxüsusda yəni Newcastle İngiltərə Premyer Liqasının sürəti ilə burada yəni ani saniyə içində qərar qəbul etməlisən, hərəkət etməlisən. Etmədinsə, buraxdınsa, eyvallah, öpürəm, görüşərik. Bu da bir dərs idi. Qarabağ üçün bu da bir dərs idi. Yəni ki, ümid edirik ki, Qarabağ komandada olaraq böyüdü, plus Qurban Qurbanov da məşqçisi kimi böyüdü. Ki, yəni gələcəkdə misal üçün də, yəni belə bir rəqib çıxsa qarşımıza artıq nəsə var da, orientir var da. 6-1 yox, 3-2 udacağıq. İndi yenə də mübarizə uduzmaq gələcəyinə problem deyil. Əsas odur ki, oyun göstərsin, mübarizə göstərsin. İlk oyunda göstərmədi. Aydın məsələdir, o 730 milyonluq heyətə malik Newcastle-dır da. Yəni bu burada bir məqamda üzr istəyirəm, sözümü də kəsəcəm Rəşad. Inter Milanla Bodo Glimtin Glimtin heyətlərinin qiymət fərqi bilirsən nə qədərdir? Doğru da təqribən elə olmalı. 630 milyon. Hə. Bir o var, amma bəlkə də Interlə Bodonun arasındakı bunlar oynamırlar. 3 aya yaxındır. Amma bu 3 ay ərzində hərbidə iştirak etmiş bir peşəkarı çağırıblar. Kim ki bunların beyninə yer edib ki, qabağınıza çıxan istənilən bir klubu şumlayıb keçərsiniz siz. İstənilən. Bir filmdə var, filmin adı yadımdan çıxır. Deyir ki, sən necə oldu deyir. Ayaqqabılarını belə tez təmizlədin, deyir, yatağını tez yığdın. Deyir ki, mən sadəcə beynimə hər şey çıxartdım ki, mən insan deyiləm. Mənə verilən bir əmrlər var. Mən o əmrləri yerinə yetirməliyəm. Sən düşünürsən ki, o dövrün də qabağına belə bir söz qoyublar ki, siz adam deyilsiniz. Siz çıxıb ancaq işiniz o topu oradan keçirtməkdir. Bu ümumiyyətlə şimal tərəfdə yerləşən ölkələrdə niyə hal-hazırda çempionat getmir deyə həmin o mütəxəssisi çağırıblar, onların beyninə yer edib bir psixoloji işləyib onlarla. İkinci amil də əsas amil. Bu aylar ərəfəsində bu Knudsen məşqçi bunları bildiyin fiziki olaraq çapıb. Fiziki dayanıqlıqlarını artırıb. İstəyir bu Ancelotti'nin məşhur fiziki hazırlama o məşqçisi var idi. Adı indi familiyası yadımdan çıxır. Realda? Hə, Realda. Pintus yox, Pintus. İstəyir Pintus olsun, istəyir Simeone olsun. Yəni onların fiziki belə yükləməsinə yaxın durmur. Yəni bunları işlədib ki, siz 3 aydır futbol oynamayacaqsınız. Bir dənə, 2 dənə yoldaşlıq oyun oynayacaqsınız. Biraz tonusda qalasınız. Ən azından 90 dəqiqə dözəsiz. Bunlar da həqiqətən otururlar, dözürlər. Baxırlar ki, misal üçün də Inter gəlib, Xaykin də qoyublar qapıya, canı yanmış da, yəni Çempionlar Liqasında seyvlər üzrə birinci yerdədir. Yəni qoyublar qapıya, Xaykin hərdən bir kömək eləyir, hərdən bir deyəndə xeyli kömək eləyir. Bizdə də Koxalski pis deyil, qəşəngdir. Yəni səhvi falan olmur, kömək də eləyir. Sözümü ona gətirirəm ki, bunlar fiziki cəhətdən biraz düzgün yanaşsaydılar, biraz da taktiki düzgün yanaşsaydılar, ən azından demirəm ki, Bodo kimi biz nəsə eləyə bilərdik. Amma ən azından bu qədər, yəni buraxmadılar da Qarabağ. 9 dənə baxmazdı. Bəlkə şeydə keçərlər təlim məşqlərdə. XTK-nin təyinatlı qüvvələrlə, qoşunlarla. Bəlkə. Amma bir şey də var, bir dənə də faktı demək lazımdır. Həmin o komanda Bodo Norveçin ən şimal nöqtəsindədir və həmin yerdə mənfi
10 idi, yoxsa 11 idi nesə, belə də. Yəni Çox bir qayda var. Deyirsən mənfi ondan sonra oynamaq da qada olmazmış. Ya orada süni ot örtüyündə oynayırlar da. Hə, o da o rolunu oynamışdı deyəsən. Onların belə bir meydanında rəqiblər özlərini yaxşı hiss eləmir. Yəni süni ot örtüyündə oynayır. Nice. Yəni bu təbii otda öyrəşmiş komanda gəlib orada oynayır. Bu sürüşmə fəndini istədiyi kimi eləyə bilmir. Topun reaksiyası tamam fərqlidir orada. Məncə orada sürüşmə zad falan boş şeydir. Sən Intersənsə, yəni udmalısan. Vurmalısan. Qolu da sürüşmə fənnlə vurmurlar ki. Yəni pası sürüşmə fənnlə vermirlər. Vurmurlar, amma ki ona qarşısan müdafiə olursan, qaçırsan. Qaçış yəni süni ot üzərində və təbii ot üzərində fərqlidir axı. Eyni deyil. Əlbəttə fərqlidir, amma hamı üçün fərqlidir də. Yəni Bodenin meydançası Boda öyrəşib də yəni ona. Elə bil ki sən asfalt üzərində öyrəşmiş komandaya gətirib desən ki Interdən indi oyna. O öyrəşmə baxır. Valla mən sənə bir şey deyim. Tofiq Bəhramovla oynamaqdansa sünidə oynamaq daha yaxşı. Bir maraqlı faktor da var. Düzəldin də o Onu da stadionu. qeyd etmək lazım. İndiki İtalyan futbolu çox bərbad gündədir də. Yəni adam istəyir ki, oturasan, baxarsan, Juventus Milan oyununa baxırsan, deyirsən ki, bu nə oyundur? Mən gedim, ondan sonra gedim Leipzig Frankfurt oyununa baxım, nə bilim Crystal Palace Sunderland-a baxım. Hansı ki keçən dəfə Əhməd mənim ki, Babat da oynadı. Leipzig Dortmund son oyunu 2-2 bitdi. Əla oyun idi. Mən oturdum, baxdım oyuna, çox ləzzət elədi. Yəni həqiqi çox ləzzət. Amma Milanın oyununa baxırsan, məsəl üçün Milan fanatları ürəkdir, amma ki yəni baxırsan Allegri'nin bu köhnə futbolu oturur 1-0 əla. Şahindiniyev style. Yuxu basırdı da. Yəni Juventus Interin oyunu Galatasaray. Juventus Galatasaray keçəcəyi çempionatda Juventus Inter oyunu oldu. Yəni onu biabırçılıqdır. Yəni nə on hakim biabırçılığı. Hakimlik biabırçı gündür. Futbol biabırçı gündə. İtalyan futbolu əlbəttə ki, nə bilmir. Düşüb nə bilim Zagreb Slavia zat səviyyəsində. Elədir, enişdir. Çox düşüb, çox. Yəni həqiqi enişdir. Bilmirəm. Hələ Inter 10 xal qabaq deyil Milan, ikinci yerdə gedən Milandan. Demək olar ki, çempion olub, İtaliya çempionu. Yəni Napoli play-off'a çıxa bilmədi. Hə, çempionluq sonra göstərir ki, bir dənə Atalanta çıxa bildi. Yəni bir dənə Atalanta çıxdı, o da ki, Dortmund çox belə bərbad günündə oynadı. Yəni nə demək olar. Amma İtalyan futbolu ildən ilə zəifləyir. Bunun da əsas səbəbi pul. Pul yoxdur. Yəni güclü oyunçular gəlmir. Mən deməzdim puldur. Mən deməzdim. İndi belə deyək də son illərdə hər şey pula belə deyək də bağlı deyil. Yəni misal üçün götürək digər bir klub, elə götürək sizin Bavariyanı. Okay. Hə, yəni sən pula bağlı deyil də Bavariya. Yox, Bavariya əzəldən pula bağlıdır. Yəni o qədər sponsoru var ki onun. Yəni bəlkə də aşağıda bütün komandalar ki var, Bavariyadan aşağıda hamısını dolandırar bəlkə də. Düzdür, pulların arasında Bavariya simicdir. Hə. Ən simicidir. Hə. Yəni bir məsəl üçün Keynə 100 milyonu verəndə əlləri əsir. Yox, mənim deyəcəyim başqadır. Məsələ odur ki, yəni Keyn kimi oyunçular, tamam, Lewandowski kimi oyunçular hər bir böyük kluba lazımdır və onlara görə sən dediyin kimi pul verməlisən. Amma onların yanında da onun müqabilində sən altdan alma materdən kimisə yetişdirməlisən. Okay, indi misal üçün sizdə Müller bir dənəsi yetişirsə və axıra qədər oynayırsa, bu klubun yəni normal göstəricisidir. Uğurlu göstəricisidir. Belə deyək. Bir neçə dənəsi yetişirsə və axıra qədər klubla, bir kifayət qədər klubla bir yol keçirirlərsə, misal üçün 7 il, 8 il, 10 il, o da pis göstərici deyil. Amma İtalyan futboluna baxanda hansı bir klubda hal-hazırda yuxarıda olan bir klubda siz mənə deyin ki, akademiyadan əvvəldən axıra qədər akademiyadan davam edən oyunçu var. Demək olar ki, qalmır. Məsələn, Dortmund özündə də qalırlar da. Yəni Dortmund özündə nə qədər oyunçular qaldı? Royce qaldı nə qədər, Michel qaldı, Piszczek qaldı. Yəni çox peşman oldu Rusiya. Yəni çox oyunçular olub ki, yəni Almaniya çempionatında qalırlar, yəni uzun müddətli olaraq. Amma İtaliya futbolunda yəni o şeydir, elə bil ki, İtaliya yetişdirmir, həm də az yetişdirir. Məsələ odur. Çıxmır oradan. Yəni Almaniyanın özündə məsəl üçün İtaliya torpağından oyunçu çıxmır, demək. Bir balaca Milanın məktəbi bizdə. Çıxır, biraz o kal çıxır da. İtalyanların əskərlik elədiyi mövzularını. Bir də ki Romada zətdə belə də aşağı tərəflərdə o deyirlər. Romada, Torino'da, yəni Fiorentina'da onlar orada kimlərsə çıxır. Amma orada qalmırlar demək olar ki, məsəl üçün Tonali bir balaca yaxşı oynayan kimi 70 milyon Newcastle-a satdılar. Rangers yaxşı oynadı, getdi Manchester City-yə. Bu Rangers zaten oradan çıxmayıb da, yəni Hollandiyadan. Orada böyüdü də futbolçu kimi artıq şey oldu. Futbolçu kimi tamam, deyirlər. Doğrudan da əsl belə 8 nömrədir də.
O da elə ona gəlir. Sən də deyib ki, Hə. yəni İtalyanlar pul vermirlər. Nəyə Hə. görə pul vermirlər? Çünki pul qazanmırlar. Nəyə görə qazanmırlar? Stadionları it günündədir. Çox Üzr pis istəyirəm gündədir. ifadəmə görə həqiqətən pis İtdən gündə. üzr istəyirsən. Yəni Üzr istəyirəm bəlkə də, itlərdən. bəlkə də. O, Məsələ də odur ki, 10 il ərzində, yəni Milanla Inter bir Stadion belə deyək, tikən, hə, yəni şəhər meriyası ilə, icrası ilə bir şeyə gəlib çıxa bilmirlər ki, ay kişi bizə bir dənə yer ver. Yəni bu kimiz istifadə eləyir də biz. Əksər stadionlarda da elə o vəziyyətdədir. Şəhərin balansındadır. Şəhər götürüb icraya verir şeylərə, klublara. Və həmin yerdə də kluba icazə vermir ki, sən nəsə tikəsən. Yeni bir klub deyir ki, mən burada yeni bir stadion tikirəm. Sən mənə torpağı bir dənə və ver öz balansıma oranı qulluq eləyəcəm, inkişaf etdirəcəm. Ha, icazə vermir. Vermir. Şəhər də deyir, yox vermir. Yəni bürokratların belə deyək də əllərində qalır, Hə, o qoca kişilərin. İtaliya futbolu yəni milli səviyyəsində də gəlib çıxdı demək olar ki. Əlbəttə təsir edir. Sən yəni yetişdirmədik ki, oyunçuları, hamısı bunlar legioner olarsa, özünün yetişdirdiyin oyunçu olmayanda. Sən sabahların millinə də oyunçu lazımdır. Hardan yığır oyunçunu? Elə ölkədəki klubdakı yəni yetişmiş oyunçulardan yığır da. İtalyanlarda da əsas problem odur ki, yəni əzəldən İtalyan futbolçusu demək olar ki, heç bir digər çempionatda oynaya bilməyib, özünü göstərə bilməyib. Tək-tük belə bir misallar var ki, Luka Toni olur. Luka Toni bir dənə Bavariyada olub, tamam, okey. Digər belə Gianfranco Zola gedib, o da köhnələrdən olub. Köhnələrdən. Sonra İndilərindən misal üçün Tonali'dir. Tonali də belə deyək də, bu şeydən sonra, bu mərc söhbətindən sonra o da Newcastle özü çıxıb açıq-aşkar demişdi ki, mən Newcastle-a mənə elədiyi hərəkətin qarşılığını verməliyəm. Yəni mənə dəstək oldular. Məni heyətdən çıxartmadılar. Axıra qədər mənimlə oldular. Çıxdılar, dedilər ki, biz oyunçumuzu dəstəkləyirik. O da dedi ki, mən qayıdandan sonra, yəni müqaviləm nə qədərdirsə orada da qalacağam. Həm də ki, ərəblərin pulu da söhbəti vardı. Yəni normal pul verirlər insana, bu da oynayır da, yəni. Yəni pul vacib faktordur. Əlbəttə. Biz əvvəl dedik ki, yəni yetişdirilməli oyunçu falandır, amma bu pula da gəlib dayanır. Yəni akademiyanın güclü olması da o da iqtisadiyyata gəlib dayanır. Bəs mən də onu deyirəm ki, yəni o pulla müqabilində dediyin kimi, yəni misal üçün Kane-ə 100 milyon verəndə simicli elə verirlər, amma kimi alırlar? Kane-i alırlar. O Kane-i ki 10 mövsüm, 8 mövsüm Tottenham'da hər il İngiltərə ortalarda fırlanan 4-cü, 5-ci yerlərdə fırlanan Tottenham'dan hazırda ən yaxşı futbolçudur. Yəni hə. Ən yaxşı oyunçudur hal-hazırda. Yəni bu illər Bavariya Çempionlar Liqasını qazansa, yəni demək olar ki, qızıl top Kane-indir. Özü də elədiyi bu gördüyü iş ki var ha, yəni harda hər bir yerdədir, müdafiədə hətta belə. İnsan nə bilim mərkəz müdafiəçisi oynayır 3 dəqiqə, 5 dəqiqə gəlir aporlu zonada oynayır, dayaq yarım müdafiəçi. 5 dəqiqə flankda oynayır, cinahda oynayır. Elə diaqonal pas verir ki, bir şey Pirlo'dur. Hə, ay sağ ol. Yəni çox belə babatdı. Qısaca geri gəlmişkən bu Voltemade da Newcastle-da. Yəni bu son oyunlarda çox babatdı. Mənim çox xoşuma gəldi. Yəni düşür arxaya, dayaq yarım müdafiəçi. O da elə Kane fasonu. Görək Barcelona qarşı məsəl üçün onun üçün yaxşı sınaqdır. Barcelona qarşı Flick'in komandasına qarşı görək necə oynayacaq. Yenə də eyni sistemdə oynayacaq. Frenkie de Jong da getdi də 5-6 aylıq. Pedri qayıtdı, Frenkie de Jong getdi. 5-6 həftəlik üzr istəyirəm. Orada əvəz eləyirlər. Biri zədələndi, sağlan kimi o birisi zədələndi gedir. Sanchez'də təhvil təslim edir bunların arasında bildiyi. Yəni ki boş qalmasın. Şeydə neftçilərdə bəlkə bilən varsa, isti yataq deyilən bir termin var. Gecə smeni gəlir, yataqların sayı az olanda, gecə smeni növbəsi gəlir. Səhər növbəsi gedir işə, gecə növbəsi 10 yerində yatır, isti yataqdır. Bu De Jong'la da Pedri'nin yeri həmişə yatağı istidir. Biri durub o birisi əyləşir onun yerində. Rafinha da var hələ. Rafinha da zədələnir. Rafinha, Olmo. Rafinha qayıdıb, Pedri qayıdıb, sonra İkisi qayıdır, ikisi gedirsə. Hə. Bir tək-tək. Bunlar sən dediyin kimi bir yerdə, yəni tək-tük oyunlarda işlər. Sən dediyin kimi back to back'dilər elə bir. Smenlə işləyirlər. Xülasə İtaliya futbolu pis gündədir. Bir dənə Atalantası var. Atalanta qalıb. Bir dənə bastırım qalıb İtaliya futbolu belə yerdə. Atalantaya halaldır. Həqiqətən yəni çox qəşəng də futbol oynayırlar. Qorxmurlar. Yəni mənim xoşuma gəlir. Palladino gələndən sonra Juric pis günə qoymuşdu klubu. Palladino gəlir, biraz yetişdirir. Yəni dirçəldir klubu. Bavariya çıxdı. İndi buna qayıdarıq. Bir dənə qısaca şeydən də danışaq. İngiltərə futbolundan danışaq. Belə deyək. Artıq Arsenaldan film iyi gəlir də yavaş-yavaş. Film iyi yox. Filin o səsi var, uzaqdan gəlir.
xortumun qalxızır ha. Uzaqdan Həmişə görsənir. aprel ayında da düşürdü. Mənim yadıma gəlir ki, aprel ayında Arsenal artıq düşürdü 2-yə 3-ə. İndi mart gəlmir artıq 2 xal fərq var. Necə deyirlər? Bu dağı sınmaq üzrədir də o. Öncə növbəti turda Chelsea-lə oynayır. Amma mən Arsenalın belə deyim də bir istədim müdafiə eləyim. Deyirlər ki, ABS Arteta bir şey var ki, Arteta gələndən İngiltərədə Pep Guardiola, Jurgen Klopp mübarizəsi gedirdi. Ən bir belə deyək, müddət böyle tandem necə var. deyirlər, prime olan komanda idi. Belə deyək. İkisi arasında mübarizə gedirdi. Arteta'nın Arsenalı o mübarizədə yox idi. Demək olar Arteta ki, gələndə sən dediyin kimi hələ təzə başlayıb 2019-da gələndə, 2019-da gələndə sistemi. Pep Guardiola'nın Manchester City'si pik idi də. Şey də elə Liverpool da demək olar ki, pik səviyyədə idi. İkisi arasında mübarizə gedirdi. Elədir. 2021-də heç Manchester City apardı. 2022-də çox yaxşı oynayırdı. Liverpool da Manchester City-də. 23-də vəbşə, yəni Manchester City ən güclü vaxtı. 24-də elə o cür. Yəni amma Arsenal o necə də rəqabətə girməmişdi. Yəni deyək ki, uzun illər rəqabət aparır, yoxarda aparır. Yox. Rəqabət yox idi demək olar. Təzə başlayıb. Keçənləri yarandı demək olar ki, bu illəri artıq rəqabət var. Amma əvvəlki sezonları götürəndə demək olar ki, yox idi. Çünki indi belə baxanda Liverpool itirdi özünü, necə deyirlər, xarab oldu yolda. Benzini qurtardı, nə oldu bilinmir. Chelsea də elə onun kimi, Manchester United-dakı heç aydın məsələdir. Yəni 3 komanda arasında mübarizə getməli idi. Elə oldu ki, ikisi arasında qaldı. İki klubun mübarizəsi. Liverpool'da Raspadori'nin da açık xarab olan. Keçdi avto Gah işə düşür, gah işə düşmür. Biraz gərək baxdırsın. Gah oynayır, gah oynamır. Ona görə bu sezon mən deyirəm ki, bu sezon Manchester City Arsenal arasında başa-baş mübarizə gedir. Amma bundan əvvəl getmirdi. Amma məncə heç getməyəcək. Getməyəcək. Məncə getməyəcək. Mübarizə getməyəcək. Yəni belə deyək, həm City-nin biraz təqvimi daha yüngüldür. Həm də ki Pep belə deyək də martın əvvəlində xod yığırsa, basacaq. Yəni qaza basdısa çatan yoxdur. Arteta maraqlı bir söz deyib ki, biz bu kubokda finalda oynayacaqlar Karabağ Cupda. Deyir ki, o bizim üçün çox vacib olsa. Əgər qalib gəlsə, bizim üçün bu psixoloji üstünlük olacaq çempionatda. İkisinə də. İkisinə də. Yəni Arteta 2 üstə gəlir ki, bərabərdir 4 kimi bir şey deyib. Yəni əgər utsa orada, İfadə belə deyim, çox güclü bir yüksəliş olacaq psixoloji. Plus da ki, bunların bir dənə oyunu var. Aprelin 18-i olmalı deyəsən. O oyunda əgər Arsenal utsa, çox güman ki, Arsenal çempion olacaq. Yox, əgər uduzsa, deyə bilər ki, Manchester City çempiondur. Toparlana bilməyəcəklər. Yəni hələ ki biz belə deyək də düzdür, indi deyirik biraz gülürük də Arsenal, amma Arsenal hələ ki şeydir. Yəni yaxşı vəziyyətdədir. Çünki ən az qol buraxan komandadır və ikinci ən çox qol vuran komandadır Premier Liqada. Manchester City-dən sonra. Yəni deyə bilərik ki, komanda balanslı komandadır. Yəni müdafiədə də yaxşıdırlar, hücumda da yaxşıdırlar. Yəni topa sahib olmada da yaxşıdırlar. Möhkəm komandadır. Yəni bunu ümumi götürəndə Arsenal deyə bilərik ki, Manchester City-yə layiqli o rəqabət göstərə bilir. İndi görək o şeyə qədər necə olacaq? Yəni aprelin 18-də Etihadda əgər uda bilsə, onda indi mənə elə gəlir ki, sadəcə olaraq o vaxta qədər Arsenal buksavat eləyəcək. Nəyə görə? Çünki bir balaca rotasiya yoxdur. Yəni dəyişmir. Yəni Zubimendi elə əvvəldən necə alıblarsa, necə oynadırsa bunu 90 dəqiqə, nə bilim, kubokudur, oradır, buradır, məhəllədə futbol oynayır, aparır özü ilə. Zaten hər yerdə oynadır Zubimendi. Bax ki, Norgarda almısan. Cəmi cümlətəni nə qədər? 82 dəqiqə oynayıb Norgard. 82 yoxsa 100 neçə dəqiqə. Bütün mövsüm ərzində. 25-26 mövsümdə hələ 80 neçə dəqiqədə 100 neçə dəqiqə oynayıb. Abi özü də səncə qırıq-qırıq da, yəni axırda 8 dəqiqə buraxır, vaxt aparır və yaxud da nə bilim böyük fərqli odur ki, sən də bir misal üçün ayağın topa dəysin zat falan 5 minut. Bütün oyunu deyir, əvəz etmə skameykasında keçirdən oyunçunun oyundan sonra aldığı məvacib başqadır. 3-4 dəqiqəlik də olsa oyuna girən oyunçunun məvacibi başqadır. Sən bunlar məsələn 75% verirlər. O müqavilədən asılıdır. Amma deyib ki, girərsən də bir çaq-çuq eləyərsən də. Doyladadır da, sən Doyladadır. Arteta Norgardla. Ona görə biraz mənə həqiqətən də maraqlıdır ki, həm də zədə söhbətləri var. Zədə söhbətləri Arsenalda həmişə kritik olub, həmişə.
Yəni bu ərəfədə də həqiqətən də bir neçə front oynayırlar, bir neçə cəbhəyə oynayırlar. Bilmək olmaz, yəni kim hansı vəziyyətdə gəlib çıxacaq həmin o sən dediyin oyuna, hansı heyətlə gəlib Amma çıxacaq. nəsə mən düşünürəm ki, belə foto finish olacaq. Yəni hər şey sonuncu turda məlum olacaq. Belə bir xal nəsə var, belə bir şey gedəcək. Məncə 3-5 fərq, 3-5 fərq. Yəni axıra qədər də qalacaq. Son 38-ci turda məlum olacaq çempion. Mən nəsə belə hiss edirəm. Yəni son turda, yəni kim utdu? O 2012-ci də var idi. Axırlarda. Amma elə bir şey olacaq. Axırlarda ciddi belə mübarizə gedəcək. Hə, keçək indi necə deyirlər? Keçək elə bu gün baş tutmuş Çempionlar Liqasının püşkatması barəsində danışaq. Santa Barbara'ya keçək də sırası. Hə. 8-ci mövsümdür bir nəsə, 7-ci yoxsa mövsümdür. Santa Barbara gedir, City Real. Hə. Görək bu dəfə nə olacaq. 2000 neçənci ildə oynadı? Mən yadımda 2020-ci ildə oynadılar. 2021-də oynadılar onların bir-birləri ilə. Yox deyəsən oynadılar. Yox, son 8 ildə 7-ci dəfədə görüşmürlər. Hə, 7 dəfə görüşmüşlər. Amma məncə ən belə 2000 baxımlı cütlük elə budur. Ən baxımlı cütlük budur. Çünki mənim maraqlıdır ki, yəni Arbeloa təzə gəlib də. Yəni belə deyək ki, mən səmimi deyim, mən Arbeloa'nın əlini görmürəm orada. Yəni bir məşqçi işini zadını falan görmürəm. Hə, deyirsən ki, futbolçuların individual məqsədidir. Amma belə bir məsələ var ki, Ancelotti'də də o, yəni Ancelotti özü səmimi onu deyirdi ki, orada elə oyunçular yığılıb ki, yəni o qədər də pul verilib də oyunçulara. Tamam, Kroos'udur, Modric'idir, Casemiro'dur, bu betondur. Bu nə bilim müəllimdir, professordur da bu 3 nəfər. Yəni bunun da qırağına, bucağına biraz düzəldirsən, pul qoyursan, yetirmələrdən qoyursan və salam da. Yəni əl dəymə. Başa düşdün? İşləyirsə əl dəymə söhbətidir. Arbilo o oyla gedir. Ancelotti necə şey eləyirsə bu da elə gedir. Mən orada məşqçi əli görmürəm, amma oyunçular yenə də yığışa bilərlər. Toparlanıb hə, motivasiya biz yəni gedirik, bizim onsuz da məqsədimiz odur. Yəni Real hər il qələbəyə oynayır. Amma mən deyirdim ki, City rahat keçəcək. Mən belə fikirləşirəm. Çünki mən bax düşünmürəm ki, yəni yaxşıdır. Yəni oyun keyfiyyəti çox yüksəkdir. Çox yüksəkdir, amma düşünmürəm ki, rahat keçəcək. Keçməyinə mən hardasa düşünürəm ki, bax yenə də məşqçi əli olmasa da çox orada amili amma çox böyük rol oynayır. Yəni bax məsələn deyək ki, məşqçinin əli çox yoxdur bu Realın indiki göstərdiyi performansda, amma elə məşqçisinin Pep olmadığını, Pep səviyyəsində olmadığına görə, Arbeloa'nın yəni Peplə bir tutmadığımıza görə düşünürəm ki, hardasa orada bir şeylər var, strateji sənin rəqibi yeməyin var da, aldatmağın, biraz təcrübədə rol oynayır. Bu Santiago Bernabéu aurasıdır. Belədir. Hə, oyunla bir balaca şey, amma yenə də oyun keyfiyyəti çox aşağıdır. O Realın oyunu yoxdur. Yəni mən baxıram Realın. Yoxdur da, məşqçi baxımından yoxdur. Oyunçular özləri nəsə götürsək, son 20 il götürsək. Bu indiki Real bəlkə də ən belə necə deyirlər, darıxdırıcı Realdır. Yəni baxırsan ki, deyirsən ki, o doğrudan da bir nəsə var da. Arbilo özü necə oyunçu olub ki, yəni məşq elədiyi klubda nə oyun göstərir. Özü də darıxdırıcı. Yəni Real oyuna baxmağın mənası yoxdur. Hesabı bildin, live skora girdin, hesaba baxdın bəsində. Meyxana dili ilə yəni Pep Real Madridin müəllimlərinə söyə bilər də. Mənə burada Manchester City keçər yoxsa necə? Mən deməzdim ki, elə asanlıqla, çünki Pepin belə bir xüsusiyyəti var da, yəni bir də görsən vacib oyunlarında nə gecə yatır yuxuda görür ki, hə mən 7-1-1 oynamalıyam, 7-3 oynamalıyam. Bir fakt da var. Cavab oyun gizgizə sxem qoyur, ondan oynayır. O da məncə vacib olmalıdır. Pepin nə qədər dahi olsa da yəni, belə bir Santiago-da olsaydı bəlkə də hə, o Santiago Bernabéu ruhiyyəsi, aurası bəlkə də. İlk oyundan deyirsən yoxsa nə? Yox, keçidi deyirəm. Hə. Manchester City məncə Etihadın cavab oyunun Etihadda olduğuna görə keçəcək. Pep nə qədər dahi olsa da bir dənə bax çıxılmaz vəziyyəti var. Pepin bir çox oyunlarda özünü göstərib hesabda geridə olanda yeni momentlər yaratmağa çətinlik çəkir. Xüsusən də Real Madrid hesabda önə düşəndə bu nokaut mərhələsində. O imkanı əlindən verməmək. Plan B deyilən söhbət yoxdur. Hə, yəni belə topu sağa, sola ötürürlər, topa yiyələnmə, güya epizod yaratdığı epizodlarda asmalar olur. Hə, yəni Barcelonada ömür boyu olub, misal üçün mən elə köynədən onlara baxanda bu insanın bir dənə bir şey olub. Ya Pikeni, ya Keita'nı mərkəz hücumçu qoyurdu. Naveslər, asmalar və salam.
Alves bezirdi, Maxwell bezirdi, nə bilim Adriano bezirdi cinahda. Alba sonradan gəldi. Yəni hamısı bezirdi Naves eləməkdən, amma başqa variant yox idi. Çünki sən demişkən bu topu pişirməkdən başqa. Ona görə baxıb fikirləşirəm ki, Pepin yəni asanlıqla qalib gələcəyini düşünmürəm, amma nə vaxt rahat keçər? Manchester City gərək özü hesabı atsın, hesabda lider olsun. Belə. Atalanta Bavariya deyə bilər ki, Bavariya keçəcək. Deyə bilər ki, Bavariya keçəcək. Deyə bilmərsən Bavariya keçəcək. Çox belə rahatsız. Dərhal palit eləyirsiniz ki, Bavariyanın mən Balatlarısınız. Yox, burada Niyə? Yox. Hal-hazırda ən yaxşı triodur. Diaz, Kane, Olise. Yəni 85 dənə gol vurublar, zarafat deyil. Bu sezon 124 gol vurublar. Əksəriyyətinin şeydi Bundesliga-da. Düzdür, Augsburg baş ağrısı oldu Bavariyaya. Yəni ki, Atalanta baş ağrısı olmayacaq. Ay sağ ol. Ola bilər. Birinci oyunda amma Alliansda səndə o burada 2 oyun məsələsi. 4-dən aşağı gol vurana söyüş var da. Pis baxırlar. Pis baxırlar. Söylü deyir, bizim kətdə deyir 4 dənə uşaq olmayan deyir. Kişi hepsi baxırlar. Ya Atalanta yəni elə belə komanda deyil. Timbole'də Paladino'nun ilk yəni mövsümüdür. Ortadan gəlib də Atalantaya. Həqiqətən də yaxşı oyun qurub. Misal üçün Gasperini'nin vaxtında necə idi? Bu gün misal üçün hansısa bir klubla oynayırlar, 11 nəfər çıxır oyuna. 3 gündən sonra və yaxud da gələn həftə baxırsan ki, o heyətdən 8 nəfər yoxdur. Yəni rotasiya dəhşətli rotasiya idi də. Amma Paladino'da baxırsan ki, elə şey yoxdur. Yəni azdan çoxdan bir şey ortaya çıxıb 7 nəfərlik, 8 nəfərlik daimi onlar çıxırlar. Yəni komandanın bir belə deyək də Kastya Cruz demişkən bir növrəsi var. Amma Gasperini'də elə bir şey yox idi. Taktiki şey eləyirdi. O ki, həm də oyunçular sveji çıxırdılar oyuna. Amma bir şey də var. Bavariyanın İtalyan klubları ilə statistikası çox yaxşıdır. 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 Juventus'u neçə dəfə udublar. Sonra Lazio'nu udublar, Roma'nu udublar. Düzdür, o sıraladığın yəni komandalardan Lazio və Roma'nın vəziyyəti elə yaxşı vəziyyət deyildi onların qarşı oynayanda. Juventus'la məsəl üçün o oyun çox yaxşı oynadılar da 2013-də oynadılar. Hətta Juventus 2016-da. Galatasaray oynayanda o comeback mənə xatırlatdı bir ara elə bir ki, birinci oyunda Bavariya qabağa düşmüşdü, ikinci oyunda Juventus qabağa düşdü, sonra ekstra time'larda oynadılar. Burada da biraz Galatasarayın oyunda o təpkin gözləyirdim, bu comeback-i gözləyirdim Çox Juventusdan. bəlkə də birinci oyun HTS olar 1-1, amma ikinci oyunda Alliansda yəni inanmıram ki, Bavariya birinci oyun Alliansda deyil. Yox, birinci oyun Atalanta'da. Atalanta'dadır. Yəni mən inanmıram ki, yəni Bavariya udur. Yəni Alliansda Bavariya çox güclüdür. Onda ola bilsin sinlər razılaşım. Yəni ola bilsin sinlər razılaşım ki, 3 dənə rahat vuracaq belə dizili Kofi seçə, yəni belə də. Rahat olduğunu düşünmürəm. Yəni Paladino baş ağrısı olacaq. Mənim fikrim budur. Cavab görüşündə 3-0 mən nəsə. Yəni o vaxta kimi sağlıq olsun, hələ bir çəkiliş də eləyərik. Oyundan qabaq həmin oyuna görə hesab təxminləri eləyərik. Eləyərik. Galatasaray yenə də Liverpool'la görüşür. Maraqlı olacaq. Karagir deyib ki 99% bu dəfə Liverpool. Karagir çox rahatlıq üzbədir ki, gəlsin, Galatasaray gəlsin. Gəlsin. Elə ki sanki biraz yəni kinli idi də Galatasaraydan ki, bunların dərsini vermək istəyirik. Liverpool'un vəziyyəti belə deyək də oynadığı oyunda yəni nə göz oxşuyur, nə bir şey də var ki, Premier Liqada demək olar ki, şansı yoxdur çempion olmağa. Yəni yox, gedib uje. Çempionlar Liqasına 5-liyə düşmək istəyir ki, Çempionlar Liqasına düşsün. Ona da düşəcək çox güman ki. Amma gücü verə bilər Çempionlar Liqasına. Yəni Çempionlar Liqasında 8-də 1, 4-də 1, yəni final 7 oyunda, düzdür? Yəni 7 oyunda necə deyirlər 100% qoyaq nəyimiz var ortada. Yəni maksimum göstərək oyunumuzu Çempionlar Liqasını qazanaq. Premier Liqanı udmasaq da Çempionlar Liqasını qazanaq. Bəlkə də o motivasiya ki var, yəni Çempionlar Liqasını yenidən qazanaq. Orada yəni komanda toparlana bilər, bəlkə də yəni rahat deməzdim. Yəni yarım final qədər bəlkə də gələ bilər Liverpool. Mən bu cütlükdə, ümumiyyətlə Liverpool Galatasaray cütlüyündə belə deyək də məşqsiz oyun deyərdim də ona. Yəni nə Okan? Okan vəbşə yəni sən Allah elə bir ki sən o şey durur. Yəni qırağda qoyurlar. Müqəvva. Necə deyim o maskot pasta boylar var idi qabaq. Lap o vaxt yəni.
göstərirdilər belə sağa sola. Qabaq onların şeyləri var idi. Həqiqətən də yol göstərirdilər. Sonra Azərbaycan birinə dilində onun bir şeyi var. Nizamlayıcı deyirlər. nizamla hərəkətin nizamlayıcı. Sonra bir simvolik bir şeyə çevrildi o. Yəni yaxşı da kişi bilirik, burdan bura getmək lazımdır. Nə ehtiyacı var? Amma qalmışdı da. Okan mənim üçün elədir də. Yəni hal-hazırda 21-ci əsrdə elə bir ki Pastavoy rolunu oynayır o mənim üçün. Yəni onun nə deyim, mən də orada həqiqətən də həmin o klubda, yenə də deyirəm, bu individualların oyununu görürəm. Mən orada bir komandalıq bir şey görmürəm. Yəni çıxır Sarra nəsə eləyir, çıxır Osimhen nəsə eləyir, çıxır Sané nəsə eləmir. Ay gedib də Bavariyandan da başım buraxdı gedir. Yox, biz mövsüm əvvəlində başladıq biraz danışmağa. Yəni bu Sané nəyə görə aldın, Sané nə lazımdır? Juventus oyunu bax bunun açıq nümunəsi idi. Bəzən Sané yaxşı oynayır. Yəni Türk komandası olduğuna görə Galatasaray azarkeşləri düşünməsin. Biz Sané-ni yıxıb sürürüksə Qalatasaraya qarşı hansı bir əks fikrimiz var. Yox. Yəni Türk komandası oynadığına görə əlbəttə Qalatasarayın da önə getməsini istəyərdik. Sadəcə bir oyunda yaxşı oynayır. Bir oyunda elə bərbad momentləri, elə epizodları əlindən qaçırır ki, hansı oyundakı özdə bax Juve comeback elirdi də. Juve bu dəqiqə sənin əlindən o çıxışı ala bilərdi. Sən çıxıb ortada xarüqələr yaratmalısan. Sən Sanéyə öz cibindən pul versəydin, öldürərdin. Gözün çıxardardı. Yaxşı ki, Sanéyə mən pul vermirəm. Demək, Liverpool çox güman ki keçir, hə? Məncə də. Liverpool keçər. Məncə keçməlidir. Yəni borcudur, Allah bilir kim keçəcək. Məncə, yəni orada Enfield cütdüydü, bu maraqlı cütdüydü. Hər şey ola bilər burada. Enfield-i nəzərə alsaq, ikinci oyun Liverpooldadır. Yəni Enfield yaxşı oynayır. Vallahi orada mən 99.9% Liverpoolun qələbəsi. Liverpool oyun baxımından hələ ki, yəni belə deyək də Kloppun mu deyim, yəni və yaxud da Slotun elə ilk mövsümün özünü deyim. Yəni oynadığı oyunların heç 40%-ni bəlkə də hal-hazırda oynamırlar. Hal-hazırda, nə bilim. Növbəti rəqib PSG Chelsea. Bax bu sol cərgədə qırğındır. Yəni bunlar çox maraqlıdır. Qalib gələndən sonra da məsələn PSG Chelsea-nin qalibi Galatasaray Liverpooldan düşəcək. Real City qalibi məsələn Atalanta Bavariya qaliblərindən düşəcək. Sol tərəfdə qırğındır. PSG Chelsea nədir? Çox rahat şəkildə PSG keçir. Mən belə fikirləşirəm. Yəni Chelsea oynaya bilmir axı. Futboldan uzaqlaşıb elə bil ki, yəni bilmirsən nə edirlər. Yəni Çaloba, Maloba, nə bilim Tosin, Mosin yığıblar, bilmirsən bunlar hardan gəliblər, kimlər bunlar, yəni. Sağ olsun Ted Bowley. Yəni Black Friday dediysən kimi. Bunların məqsədi nədir? Bunu kəsərsiz. Orada indi bizi deyərlər. Bizi cancel eləyəcəklər. Bağlatdırmasa yaxşı kanalımızı. Həqiqi, yəni çoxlu oyunçu alınmışdı. O da sən dediyin kimi bir ki o Black Friday-də alınıb, amma sonra bunları neynəsinlər, necə eləsinlər, hara göndərsinlər. Hərəsi bir dərədədir. Bir dənə də klub götürüb özünə Strasbourg, lazım olmur Chelsea-də göndərir Strasbourg. Oraya. Orada yaxşı oynayır, gəl Chelsea-yə. Belə olmur axı. Demək, PSG Chelsea-də düşünürük ki, məncə çox rahat, PSG əlbəttə. Tamam. Sağ tərəfdə Leverkusen Arsenal'la görüşür. Və mən nə desən, məsələn, başlayıram da belə sıralama ilə başlayıram. Sonda gələcəm, çatacam az çox bir-birlərinə qarşı təpki verə bilən Newcastle Barcelona'ya. Leverkusen Arsenal oyununda məncə elə Arsenal rahatlığına keçəcək. Leverkusenin bu il belə rahatlıqla deməzdim. Rahatlıqla. Hal-hazırda Leverkusenin ilk Hülmandın ilk oyunlarına baxsaq, yəni belə deyək də təzə vaxtlarına baxsaq, təzə məşqçiliyi orada başlayan. İndi əksinə artım gedir. Əksinə. Amma təzə gələndə çox bərbad idi. Biraz çox bərbad idi. Kimi, İndi gol eləməyini, yəni azdan çoxdan özlərinə gəliblər. Amma ona görə də mən elə fikirləşmirəm ki, çox belə asanlıqla ikinci oyunu hardadır müəllim? Arsenaldadır. Bu nədir belə? Hamısı İngiltərədə deyir. Orada dedi ki, birinci 8 çıxanlar cavab görüşür. Hamısı özlərində. Anladım. Təzə qanuna görə. Amma yenə də mən demirəm ki, rahat olacaq. Arsenalda bir var axı, belə tutması tutanda o bir də görsən elə zəif oynayırdı ki, bəlkə də Premier Liqaya görə Çempionlar Liqasının qurban verər, o da ola bilər.
Hər şey ola bilər. Yəni amma yenə də inanmıram, yəni. Məncə verə bilər belə bir şans olsa, amma qurban verə O bilən stage şəxs vaxtı, yəni Çempionlar Liqasında yox, neyimizə lazımdır. qurban verə bilən şəxs gedib belə bir çıxmasın, Wolverhamptonla 2-2 oynamaz da, yəni axırıncı yerlə. Ən azından bütün gücü ora verərdi. Nə bilim, yenə də Arsenal mən favorit görürəm. Bəlkə də Arsenal 90% Sözsüz favoritdir, keçəcək. amma asan olmayacaq məncə. Hə. Düzdür, belə darmadağın olmayacaq, amma belə yaxın bir oyun olacaq da, belə deyək. Amma Gökərişdə xod yığıb, normal xod yığıb. Qovurub. Mən ona baxanda fikirləşirəm ki, Arsenal bir komanda kimi müdafiəsində, yarım müdafiəsində, hücumunda, qapısında tam bütövdür. Ona görə deyirəm ki, yəni sənin nə lazımdır sənə indi Leverkusen udmağa? Bildin? O mənada deyirəm. Əslində elə bir dənə hücumçunun formada olması və sən dediyin o digər xəttlərin hücumçu oynaması. Arteta'nın futbolunda sadəcə olaraq hücumçu da elə dediyimiz kimi, yəni cinahda da oynayır, müdafiədə də oynayır. Hər oynayır da dəhşət kimi girir içəri. Qara iş çox görür. Yəni Kane kimi gözə çarpmır, Kane qədər iş görmür, amma qara iş çox görür. Belə işləyir. Tamam. Fayda verir. Bodo və Sporting, Bodo Glimt. Bodo Sporting maraqlıdır. Mən düşünürəm ki, yenə də belə 50-50-yə gedəcək. Burada bilmək olmaz. İkisi də yaxşıdır. Yəni bəlkə də Bodo yenə də udar. Mən Sportingi çox rahat keçən görürəm. Hə? Sportingi çox rahat keçən görürsən. Çox rahat. Baxmayaraq ki, o Bodo'nun bayaqlarında dediyimiz kimi disiplin, əskəri, rejimi. Ola bilər, yəni yenə də bəlkə də necə deyirlər. Mən düşünürəm ki 50-yə olub. Olsun Sporting. Bu proqnozu vermək mənim üçün çətindir. Sporting yaxşı oynayır. Sportingin qabaqda oynayan 3 nəfəri var. Biri Zambiyalıdır, yoxsa Zimbabvedir, Afrikalıdır. Suarezdir, Luis Suarezdir. Biri də Trincao'dur. Bavariya Sporting oyuna baxmışam. Bu 3 nəfər yeri gəlmişkən bəlkə deyirdi nə? Diaz, Kane, Olise. Trioların arasında ilk 5-likdədirlər. Bu üçlük. Trincao, həmin o Luis Suarez, bir də ki o Afrikalı yadımdan çıxdı, Zimbabve'də yoxsa Zambiyalıdır. Yəni məncə bunlar keçə bilər, amma yenə də Bodo yəni sürpriz eləyə də bilər. Yəni təəccüblənmərəm. Burada olsun Sporting, olsun Sporting. Görək. Atletico Madrid ilə Tottenham qarşılaşır. İkinci oyun İngiltərədədir. Yəni orada Tudor varsa başım bıraq. Hə, vallah. Heç belə Atletico ciddiyə də qəbul eləməyə. Atletico yaxşıdır. Atletico deməzdim Atletico yaxşıdır, deməzdim. Hə, bir çempionatda gol vuran komandaya çevrildi. Yəni part-apart vurur, 3 dənə, 4 dənə belə. Yəni Brüggeyə də vurmalıdır da. Hə. Brüggeyə vurmalıdır. Düzdür, yəni belə Tottenham'a vuracaq. Komandaya çevrildi. Tottenham'a deməzdim ki, belə dəhşətli dərəcədə vuracaq. Prosta Tudor vardı orada, yəni Tottenham. Tudor harda yarıdı, figurdadır gəlsin, yarınsın nəsə. Məncə də Atletico keçər. Keçməlidir. Atletico keçəcək yəni, bu da necə deyirlər, borcudur keçmək. Hə, Atletico keçəcək. Bir də qaldı, bunu mən sona saxladım. Yəni bu zəif bildiyimiz tərəfdə bir də maraqlı bir qarşılaşmadır. Newcastle Barcelona. Newcastle Barcelona. Mənə gəlir ki, bax bütün bu 8-lər arasında ən belə maraqlı oyun, belə də əsl belə keyfiyyətli oyun, belə necə deyirlər, yağlı, belə duzlu belə oyun olacaq. Barcelona Newcastle. Qatılıram. Keçən dəfə biz səninlə danışanda yadındadır. Mən nə dedim sənə? Eddie Howe İngiltərənin ən maraqlı məşqçisidir. Ən çox maraqlı. təəssüf ki, biz keçən dəfəki buraxılışı bütöv yaymadı. Çox şeyləri biz orada danışdıq. Çox şeyləri danışdıq və ikinci oyunda da cavab oyundan necələr onun təsdiqlərini də tapdıq. Həqiqətən də çox mənim xoşuma gəlir. Yəni bu Eddie Howe'un gördüyü iş həqiqətən çox belə fərqli futbol oynayır. Motivasiya baxımından, nə bilim komandanı işlətmək baxımından gördüyü həcm oyunçuların məni çox valeh eləyir həqiqətən də və Flickin də mən həmişə demişəm ki, mən yəni Barcelona azarkeşi olaraq da mən həmişə demişəm ki, mən Barcelonada Jupp Heynckesi görmək istəyirəm. Həmişə demişəm. Çünki mənim fikrimcə futbolun futbol olduğunu, yəni futbolu mən başa düşdüyüm kimi Bavariya oynayıb Jupp Heynckes'in vaxtında. Söhbət gözəllikdən getmir, söhbət nə bilim ondan bundan getmir. Futbol nədir? Futbol odur ki, biz gol vurmalıyıq, biz onu udmalıyıq, biz şumlamalıyıq, qabağımıza çıxanımız. Yəni Heynckes oydu. Ondan sonra Flick gəldi, yəni Bavariyaya. Flick'in Bavariyası
Covid dövrünə düşdü də. Çox heyf ki, Covid dövrünə düşdü. Biraz da orada Bavariyanın üstünlüyü nədə oldu? Başqa ölkələrdə bir balaca geriləmə getdi. Çox uzun müddət durdu çempionat. Bavariya artıq həm çempionatda başlamışdı. Onlar da artıq başladılar qapalı meydanlarda oynamağa. Artıq dinamikaya düşmüşdülər. Amma mənə nə deyəcəm, amma Flick'in Bavariyası da mənə çox xatırladırdı. Yəni Xankesin Bavariyasını həqiqətən də. Yəni çox oxşarlığı var idi. Flick Barselonaya gələndə isə, yəni bundan öncəki məşqçiləri götürsək kim olub Barselona? Üzr istəyirəm. Ondan sonra Flick'in gəlməyi elə bil ki, yəni göydən düşdü də, özdə elə babat düşdü. Yəni mən gələn kimi tutuzdurdu da belə. Dəhşət. Yəni gələn elə bir rus demiş ki, batyadır da batya. Başa yəni gəldi bir əlinə bu qayışı götürdü, şap-şap davay işləyirsiniz. Amma sənə deyim ki, Barselona üçün necə deyirlər, rahat bir şey olmayacaq. Yəni 100%. Yəni Newcastle döyüşəcək, necə lazımdır. Belə şey komanda. Mən bilirsən nədən qorxuram bu cütlükdə? O Barselonanın o mərkəz müdafiəçilərinin o yüksək ofsayt liniyasında oynamağı var ha. Orada Gordon var, orada Elanga var. Yəni bir dənə Zabros arxaya, Asmaf getdilər Kraynan və salam. Qalacaq yalvara Qarsiyaya ki, buraxmasan Allah. Amma nədənsə hiss edirəm ki, düz döyüş olsa da Barselona məncə keçəcək. Yəni Barselona ümid eləyək. Amma tutmasa, o necə edərlər də. O gəlir Real Sociedad 3-0 uduzur, nə belə də. Elə bir şey çönməsə, elə deyil. Keçməlidir. Amma o şey tutsa, Newcastle aparacaq. Yəni Newcastle. Görək. Yəni püşkətmə nəticəsi ümumiyyətlə elə atılıb ki, nəticəsi elədir ki, buradan 8-də 1-i biz baxırıq, sonra 4-də 1-lər də maraqlı olacaq. Yəni bu qarşılaşmalardan sonra komandalar kimlərsə qarşılaşacaqlar. Məsələn, Atletico Tottenham qalibi təzədən Newcastle Barcelona qalibi oynayacaq. O da maraqlı qarşılaşma olacaq orada. Belə. Bu gün düşünürəm biz qeyd elədiyimiz, danışmaq istədiyimiz mövzulara toxunduq. Sizin nə əlavəniz varsa, yəni biz bir neçə mövzuya toxunduq dediyimiz mövzular barədə. Qarabağın oyunları barəsində öz fikirlərinizi yaza bilərsiniz rəylərdə. Nəyə görə bu iki oyunda hansında yaxşı oynadı, hansında nəyi düzəltdi? Bəlkə biz axırda bir dəfə Qarabağın ən yaxşı və ən pis oyunçularını seçək. Necə baxırsınız? Onu da deyə bilərik. Elə o bitirənə yaxın sizdən bir Qarabağın ən yaxşı və ən pis oyunçularını deyək. Məncə bir dənə deyək. Çünki mənim deyəcəklərim var. Bir dənə. Ürəyini boşalt. Deyim. Son oyuna baxanda, yəni Cabi oyununa baxanda Koxalski heç də Koxalski Iceberg'in üstüdür. Amma orada Iceberg'in altı var da. Yəni mənə misal üçün Duranın ikinci hissədə oynadığı oyun çox xoşuma gəldi. O düşürdü aşağı mərkəzdən aşağı. Top istəyirdi, amma ilk oyunda misal üçün elə şey yox idi. Elə bir pozisiyada dururdu, dayanırdı. Ola bilsin ki, Qurbanov ona deyib və yaxud da özü şeydir. Yəni deməyim odur ki, insan başa düşdü ki, hücumçu bir yerdə dayanmalı deyil. Yəni variant yoxdursa düş top istə, yerini dəyiş. Bir moment elə qolla olanda, momentdə olanda düşdü Montiel'in yanına. Botman onu buraxdı. Yəni ucu mərkəzə gedib Botman onun dalınca getmədi. Sonra Montiel'e top gəldi. Bu artıq Montiel'in düz yan bayanı idi. Botman getdi topa. Duran ucu şığıdı bu tərəfə. Burn da məcbur oldu öz oyunçusunu atsın, gəlsin bu yana 2 dənə oyunçunun arasında getdi, gol da vurdu. Yəni mənim üçün Koxalski şübhəsiz ki ən yaxşıdır, amma ondan sonra istəyərdim onu qeyd edeyim. Və ən pisi isə Mateus. Mateus. Yəni Mateus bu iki oyunda istəyir birincidə, istəyir ikincidə, yəni 3 müdafiəçi ilə mərkəz müdafiəçi ilə çıxanda, 2 mərkəz müdafiəçi ilə çıxanda o sağda oynayanda cinah müdafiəçisi kimi çoxlu oyunçular buraxdı. Yəni bunun oyunçuları konkret birbaşa gol vurdular və yaxud da gol ötürməsi elədilər. Yəni onun cavabdeh olduğu oyunçular, yəni ən pis mənim fikrimcə oydu. İnşallah yəqin ki gələn şeylərdə, sezonlarda Qarabağda necə deyirlər, güclü heyət yığılar, o boşluqlar olmaz. Yəni rotasiya üstündə yenə pul lazımdır. Əlbəttə pul lazımdır. Pul gəldi də 36 milyon var da. Gəldi amma xərcləyəcəklər. Yəni başqa klublara da gəlir. Qarabağa görə ölkədəki məsələ odur, xərcləyəcəklər ona. Ümid edək. Yəni ümid eləyək. Mən deyərdim ki, akademiyaya güclü pul buraxsınlar. Mən deyərdim ki, qoy azarkeşlər yazsınlar. Qarabağa hal-hazırda məsəl üçün təsəvvür edin ki, sizə o imkanı veriblər. Qarabağa bu dəqiqə 1 və ya 2 oyunçu alası olsaydınız, kimləri gətirərdiniz?
Sizcə Amma- Qarabağda kimə ehtiyac var? Amma belə deyək də real oyunçuları yazın Hə. ki, misal Yəni üçün də Kane alıb gətirməyən adı hə, yoxdur. yəni da. Sörloth Mbappé-ni gətir. Atletico'dan gətirir 2-3 dənə qol vurub, yox. Yəni belə deyək, kim ki ortabab komandalardan gələ bilər. Misal üçün də atıram Kölndən, Augsburgdan Hə. bir Çempionlar Liqasına görə kimsə gələ bilər də. Yəni hansısa bir Werderdən neçə ildir çıxmadı. Vaxtı ikən məsələn sonra Arsenal qapdı da. Gökçelik elə Sporting deyildi mənə götürüb gətirə bilər. yoxsa götürür də Qarabağ. Yox, tutalım da. Xəyal eləyək də. Belə. Belə. Bizi izləməkdə davam eləyin. Verilişi, bu buraxılışı bəyənin, paylaşın, öz fikirlərinizi yazın. Növbəti görüşlərdə Bizi yaxşı tənqid eləyin. Yazın ki, futboldan başımız çıxmır. Yazın. Onu da yazın. Onu yazın. xüsusilə qeyd edin. Yəni futbolun şərhlərə şəxsən özüm cavab verəcəm. Şəxsən. Tamam. Oldu o zaman sağollaşaq, vidalaşaq. Sağollaşalım, sağollaşalım. Hələlik. Yəni, Görüşərik növbəti görüşlərdə. Növbəti buraxılışda görüşürük. Özünüzə yaxşı baxın. Futbola baxın. Görüşərik. Sağ olun. Hələlik. Sağ ol.